Hamilton şəhərindəyik. Bu Waikato çayıdır. Yeni Zelandiyanın ən böyük çayı və təbiət insana çox müsbət təsir göstərir. Ümumiyyətlə, burada, bu məkanda stres atmaq üçün hər bir şey var. Quşların səsi, gözəl bir çay və əla mənzərə. Ümumiyyətlə, Yeni Zelandiya hətta ən çılğın insanı bir qədər sakitləşdirməyə qadir olan ölkədir. Buna şübhəniz olmasın. Ümumiyyətlə, Hamilton şəhərinin ərazisi başdan-başa parklardan ibarətdir. Yeni Zelandiyanın ən gözəl parklarından biri olan Hamilton bağları Oaklanddan maşınla 40 dəqiqəlik məsafədə yerləşir. Burada müxtəlif ölkələrin bağ mədəniyyətləri yer alıb ki, ziyarətçilərə məhz həmin ölkələri xatırladır.